Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hər birinizi xoş gördük. Bugün mən sizlər üçün Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsinin tezzalarını göstərəcəm. Gəlin ilk olaraq birinci sualımıza baxaq. Birinci sualımızda deyilir, klasteri tamamlayın. Robert Gagne, yəni Gagne'yə aid olan bir xüsusiyyət verilib, biz də digər xüsusiyyətləri seçməliyik. Burada deyilir ki, şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Bəli, Robert Gagne'nin belə bir fikri var idi ki, şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Bunu diqqətdə saxlamaq lazımdır. İnsanın mənəvi inkişafı, baxın, mənəvi inkişafdan danışan alim Lawrence Kohlberg'dir. Buna görə də 2-ni silirik biz. 2 olan variantları çıxaq. Şagirdlərin düşüncə tərzləri, düşüncə tərzi hansı alimin nəzəriyyəsidir? Əlbəttə ki, Karl Dweck'in. Bu halda 3-ü də silirik. 4-ə baxırıq. Öyrənmə şərti prosesdir. Onun səmərəliliyi tədris prosesinin düzgün təşkil olunmasından asılıdır. Bəli, baxın, 4-də Robert Gagne'yə aiddir. Yəni, Gagne deyirdi ki, öyrənmə prosesinin uğurlu olması üçün necə təşkil olunması önəmlidir. Bunun üçün də 9 dənə addım irəli sürmüşdü. Öyrənmənin 9 əsas şərtini. İkinci sualımızda deyilir, Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsi haqqında verilən fikirlərdən hansı yanlışdır? Aha. 1. Öyrənmənin şərtləri nəzəriyyəsində öyrənməni təmin etmək üçün müəllimin şagird müxtəlifliyini nəzərə alması diferensiyallaşmanı təmin edə bilər. Doğru bir fikirdir. Deməli, biri, doğru, bizdən yanlış istəyir. Biri götürmürük o halda. Öyrənməni təmin etmək üçün müəllim şagird inteqrasiyadan istifadə edə bilər. Bəli, inteqrasiya da var idi orada, əvvəlki dərslə əlaqə. Üçüncü addım idi, bunu da sildik. Öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən dərsin əvvəlində müəllimin şagirdlərə dərsin məqsədini təqdim etməsi vacibdir. Bəli, vacibdir bu da. Əlbəttə, ikinci addımımızdır, təlim nəticələrinin elan olunması. 4. Öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən müəllim yalnız tapşırıqların sonunda şagirdlərlə əks əlaqə qura bilər. Yanlış bir fikirdir. Çünki yalnız tapşırığın sonunda yox. Əks əlaqə bilirik ki, proses zamanı qurulur. Şagird səhv edəndə yol göstərir, istiqamət verir müəllim və s. Deməli, 4 yanlışdır. 5. Müəllimin evə tapşırıq olaraq yaradıcı tapşırıqları verməsi bilik və bacarıqların tətbiq edilməsi mərhələsinə aiddir. Yox. Ev tapşırığı şəklində verilənlər demişdim hansı mərhələdədir? 9-cu addımdadır, 9-cu mərhələdə. Yəni, informasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi addımı. Gagne'yə aid olmayan 4 və 5 olacaq, yəni D variantı. 3. Deyir, Gagne'nin təlim prosesinin səmərəli təşkil olunması üçün lazım olan addımlardan deyil. Aha. Diqqəti dərsə cəlb eləmək var. Təlim nəticəsini elan eləmək var. Əvvəlki dərslə əlaqələndirmək var. Əks əlaqə qurmaq da var. Lakin müxtəlif anlayışları eyni üsulla izah etmək deyilən bir nə addım yoxdur, nə də ki, bu heç doğru yanaşma deyil. Eyni üsul yox, fərqli, müxtəlif üsullar əlbəttə ki, diferensiyallığı qoruyar yəni. Ona görə də D variantı ümumilikdə yanlış bir fikirdir. 4 nömrəli sualımız, baxırıq 4-ə. Cədvələ əsasən deyil, uyğunluğu müəyyən edin. Aha. Gagne'yə görə şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Bəli, bir doğrudur, uyğunluq. Yəni, doğruda doğru, yanlışda yanlış. Gagne'yə görə müəllim şagirdlərin əvvəlki təlimdə əldə etdiyi bilik və bacarıqları stimullaşdırdıqdan sonra bilik və bacarıqların tətbiqini həyata keçirməyi təmin etməlidir. Baxın, burada yanlış olan nədir? Çox tez keçdi mərhələdən mərhələyə. Əvvəlki təlimlə əlaqələndirmək 3-cü mərhələdir. Baxın, 3. Bilik bacarığın tətbiqi 6-cı mərhələdir. Əvvəlki dərslə əlaqələndirəndən sonra müəllim mövzunu təqdim edir. Sonra öyrənməni təmin edir. 4-5. Sonra bilik bacarığın tətbiqini təmin edir. Yəni, əvvəlki dərslə əlaqələndirən kimi yeni bilik bacarığı necə tətbiq edə bilər? Hələ mövzunu deməyibdir, hələ izah eləməyibdir. Öyrənməni təmin etməyibdir müəllim. 4-5-ci addımlar ortada qaldı. Deməli, yanlışdır. Biz uyğunluğu axtarırıq.
Qaniyə görə şagirdlər daha zəkalı və intellektual ola biləcəklərini biləndə daha yaxşı öyrənirlər fikri Dweck xanıma aiddir. Bəli, Karl Dweck xanım deyir ki, onlar daha yaxşı düşüncəyə sahib olurlar. Deməli, yanlışda yanlış 3. Cavab 1 və 3 olacaq. Öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən dərsin əvvəlində müəllimin şagirdlərə dərsin məqsədini təqdim etməsi vacibdir. Bəli, vacibdir. Əlbəttə ki, önəmlidir. Deməli, cavab 1-3. Bu da doğru olduğu üçün götürmürük. 5 nömrəli sual. Bu biri suallar asandır. Deyir, öyrənmənin bu addımının həyata keçirilməsində əsas məqsəd budur ki, şagirdlər dərsin sonunda nə əldə edəcəklərini bilsinlər. Yəni, müəllim əvvəlcədən təlim nəticələrini elan etməlidir ki, şagird də bilsin ki, nə əldə edəcək sonda. Deməli, söhbət ikinci addımdan gedir. D variantı. Müəllim mövzunu dərsin məqsədinə uyğun seçir və şagirdlərin öyrənmə tərzini nəzərə alaraq müxtəlif üsullarla video, əyani nümunə, mühazirə formatında təqdim edir. Bəzən müdavimlər bu sualın cavabını dərsə cəlb olunma götürür. A variantı götürür. Amma yanlışdır. Niyə götürürlər onu da deyim. Yenə Elgün müəllim münəccimliyin edir. Çünki burada video, əyani nümayişləri görüb motivasiya ilə qarışdırırlar. Bəli, videolar, əyani nümayişlər falan motivasiyada da var. Amma və lakin, biz mollalar kimi danışamalıdır. Amma və lakin nə eləyəcəyik? Baxacaq ki, müəllim mövzudan danışır, mövzudan gedir söhbət. Deyir, mövzunu dərsin məqsədinə uyğun təqdim edir. Elə mövzunu təqdim edir götürəcəyik. Dərsin mövzusunu təqdim edir müəllim burada. Aydındır, dərsin mövzusunu təqdim edir. Adından məmnun, cümlənin içində var elə. Mövzunu təqdim edir. Əgər motivasiya olsaydı, necə götürəcəydik? Motivasiyada deyəcəkdik ki, müəllim dərsə başlamazdan öncə, yəni mövzuya keçməzdən öncə maraqlı bir video izlətdi. Həyati bir situasiya təqdim elədi. Aha, o olacaqdı nə? O olacaqdı cəlb etmə. Aydındır, cavab Y variantı. Növbəti sualımız 7. Deyir, hansı fikir Qaniyeyə aid deyil, yəni yanlışdır. Yanlış olan hansıdır? Deyir ki, şagirdlərə dərsin əvvəlki təlimdə qazanılmış bilik və bacarıqlarını stimullaşdırdıqdan sonra onlara sonda əldə ediləcək bilik və bacarıqları elan etmək lazımdır. Yanlış olan budur elə, E bəndi. Niyə yanlışdır? Digərləri hamısı doğrudur, desə oxumağa ehtiyac yoxdur. Niyə yanlışdır? Çünki biz əksinə sonda əldə ediləcək bilik və bacarığı şagirdə təqdim edib, təlim nəticəsi ikinci addımda elan etdik, sonra köhnə dərslə əlaqələndirirdik. Baxın, 1. Dərsin məqsədini elan etmək, 1. Deməli, motivasiya qurmaq, cəlb etmək, 2. Dərsin təlim nəticəsini elan etmək, 3. Əvvəlki təlimdə qazanılmış bilik bacarığı stimullaşdırmaq. Yəni, təlim nəticəsini verəndən sonra əlaqələndirməliyik biz. Yeni ilə köhnəni əlbəttə ki. Ona görə E bəndinin ardıcılığı yanlış verilib. Əksinə olmalı idi. Bir müəllim dərsdə yarpaqların quruluşu haqqında məlumat verir. Şagirdlər dərs prosesində yarpaqlarla bağlı maraqlı faktlar öyrənirlər. Müəllim şagirdlər öz həyətlərindən çoxlu sayda yarpaq toplamağı və onlardan hər birinin hansı ağaca məxsus olmasını, damarlanmasını, həmçinin digər xüsusiyyətlərini müəyyən etməyi tapşırır. Uşaqlar bunu harada müəyyən edəcəklər? Gedirlər evə, həyətlərində işi görürlər. Deməli, informasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi. Yəni, 9-cu, sonuncu addımda müəllim bu şəkildə şagirdlərə sərbəst görə biləcəkləri işlər verir, ev tapşırığına bənzər. Aydındır, bu da olur elə B variantı. Öyrənmənin şərtləri nəzəriyyəsinə görə hansı fikir yanlışdır? Aha, baxaq görə hansı? Baxın, D yanlışdır. Bu testləri o qədər işləmişəm ki, deyərsiniz, ay müəllim, hardandır? Göz yaddaşının hamısı yadımda da artıq, 90% yəni. Deyir, şagirdlərin bilik və bacarıqlarını tətbiq etmələri üçün hər akademik saat ərzində laboratoriya işi aparılır. Axı, hər akademik saat ərzində laboratoriya işi aparıla bilməz. Aydındır, yanlış fikirdir. Heç bütün fənlərdə yəni, laboratoriya ehtiyac olmur əslində. Ona görə də ümumiyyətlə yanlış bir yanaşmadır. 10. Deyir, müəllim, sinifdə Abdullah Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının Qoval tamaşasının afişasını nümayiş etdirir.
Afişa nümayiş etdirir. Sonra şagirdlərə suallarla müraciət edir. Sizcə gördüyünüz afişa tamaşa haqqında hansı maraqlı məlumatları bildirir? Açıq tipli sual. Bunda müəllimlər çox düşünür. Amma məsələn çox düşünməyə ehtiyac yoxdur. Sadəcə görürsün, nə mövzudan danışmır, nə öyrənmədən danışmır, nə tətbiqdən danışmır, nə rəydən danışmır. Sadəcə danışdığı nədir? Maraqlı bir açıq tipli sualın verilməsi. Sizin öz fikrinizin alınması. Sizcə deyir gördüyünüz afişa tamaşası. Deməli, müəllimin məqsədi şagirdləri dərsə cəlb eləməkdir belə suallarla. Cəlb etmədə motivasiyada, yəni açıq tipli suallar, afişalar, şəkillər, videolar və s. göstərilə bilərdir. Görürsünüz, bayaqki sualın fərqi nədir? Orada mövzudan danışırdı. Burada mövzu yoxdur. Sadəcə bir afişa. 11-12 baxaq ardıcıl olaraq Ganyenin öyrənmənin şərtlərinə aid olmayan addım. Yenə A bəndi. Şagirdlərin dərsin mövzusunu müəyyən etməyə sövq etmək. Mövzu müəyyən eləmir uşaqlar. Müəllim mövzunu elan edə bilər burada şagirdlərə. Mövzu haqqında danışa bilər. A bəndi yanlış. Digərləri hamısı addımlarımızdır. Bizim əzbər biliklərdir hamısı. Şagirdlərə dünya okeanının çirklənməsinin qarşısının alınması haqqında təqdimat hazırlamasını, baxın, təqdimat hazırlamağı tapşırır. Uşaq təqdimatı harda hazırlayacaq? Əlbəttə ki, gedib özü evdə hazırlayacaq. 9-cu addım. İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi addımı. Aha. 13. Dərsin məqsədinə uyğun olaraq müəllim şagirdlərə özünü qiymətləndirmə. Özünü qiymətləndirmə harda olurdu uşaqlar? Müəllimlər, müdavimlər harda olurdu? Əlbəttə ki, refleksiya, özünü qiymətləndirmə, yoldaş qiymətləndirilməsi hamısı 8-ci, dərsin artıq axırlarında olur da bunlar. Bu da əlbəttə ki, təlim nəticələrinin reallaşdırılması 8-ci addımda olurdu. Aydındır? Bu cür qiymətləndirmələr. Bu yaxşı oxunmur. Mən oxuyacağım, siz də dinləyin. Deyir ki, dərsin sonraki mərhələlərinin səmərəli təşkil olunmasında mühüm rol oynayır. Aha. Düşündürücü sual, məlum məsələ. Düşündürücü sual verib, dərsin digər məsələlərin effektiv olmasını harda təmin edirdik? Əlbəttə ki, cəlb olunmada şagirdlərin diqqətini dərsə cəlb edərkən, yəni motivasiya. Aydındır? Düşündürücü suallar vermək, hər hansı şəkillərdən və ya əyani vəsaitlərdən istifadə. Bu mövzu o qədər asan mövzu olmalıdır ki bizim üçün. Çünki keçdiklərimizin təkrarıdır sanki. Hamısından danışmışıq. Təlim nəticəsindən də, motivasiyadan da, əks əlaqədən də, bilik bacarığın tətbiqindən də, öyrənmə prosesi necə olmalıdır, sonra qiymətləndirmə nədir, hamısından danışmışıq. İndi hamısını ümumiləşdiririk bu nəzəriyyədə. Robert Ganyenin öyrənmənin şərtləri nəzəriyyəsini əsas tutaraq, şagirdin təlim nəticəsinə çatıb-çatmadığını yoxlamaq üçün təqdim olunmuş, şagirdin təlim nəticəsinə çatıb-çatmadığını biz harda yoxlaya bilərik? 8-ci addımda. Təlim nəticələrinin reallaşma səviyyəsini müəyyən edərkən. Burada deyir ki, çatıb-çatmadığını yoxlamaq üçün təqdim olmuş fəaliyyətlərdən uyğun deyil. Yəni, həmin 8-ci addıma aid olmayanı seçin deyil. Refleksiya etmək aiddir. Qiymətləndirmə eləmək aiddir. Abreviaturalardan istifadə eləmək aid deyil, elə bu olacaq. C olacaq. Bir-birini qiymətləndirməsi aiddir. Yoldaş qiymətləndirməsi. 3-2-1-də refleksiya üsuludur, bu da aiddir. Cavab C. Abreviaturalardan unudulmamasını təmin etmək üçün abreviaturadan istifadə edirəmsə, əlbəttə bu 5-ci addım olacaq. Öyrənməni təmin etmək, yadda saxlayın. Bu öyrənməni təmin etmək addımıdır. Öyrənmənin addımlarını onların təsvirlə uyğunlaşdırın. Gəlin, uyğunlaşdıraq. Əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Yəni, əvvəlki ilə bağlı sual vermək. Bu qədər sadə. 1-ə yazırıq D. Aha. Bilik və bacarıqların tətbiqini təmin etmək. Buna nə yazaq? Praktiki məşğələlər vermək məncə. 2-yə yazaq B. Nə gözəl. Əks əlaqə qurmaq. Öyrəniləcək bilik və bacarıqları şagirdlərə əks əlaqə qurmaq. Şagirdin fəaliyyətini dəstəkləmək. C. 3-ə yazacağıq C. Şagirdlərə təlim nəticəsini elan etmək, bilik bacarıqları şagirdlərə bildirmək. 4-ə də yazacağıq A.
1D, 2B. Hardadır o variant? 1D, 2B, 3C, 4A. Bəli, B variantı. Uyğunlaşdırdıq. Bu qədər sadə. Müəllim deyir, ailə büdcəsi mövzusuna uyğun olaraq pulu düzgün xərcləməyin büdcəyə vurduğu ziyanı izah etmək üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Aha. Həyati situasiyaları görüb bir çox müdavim cəlb etmə düşünə bilər. C variantını düşünə bilər. Amma C deyil. Niyə? Sadəcə desəydi ki, müəllim həyati situasiya verir uşaqlara, düşündürücü. Bu olardı diqqəti cəlb eləmək. Amma deyir, mövzuya uyğun olaraq, deməli, müəllim mövzunu elan edib, 4-cü addım. Ona uyğun həyati situasiya verirsə, indi öyrənməni təmin eləyir burada. Yadda saxlayın. Öyrənməni təmin etməkdə də var bu addım. Bu, yəni görüləcək işlər orada da, ikisində də var. Yəni situasiya təqdim eləmək, həyati situasiya vermək hər ikisində var. Və biz əgər hər ikisində varsa, necə fərqləndirəcəyik? Fərqləndirməyin yolunu bilməliyik. Fərqləndirməyin yolu odur ki, əgər mövzudan danışırsa, öyrənməni təmin etməkdir. Aydındır mı? Aha. Sonra 18. 18. Bir tarix dərsində Azərbaycan xanlıqlar dövründə bölməsini tədris edib bitirdikdən sonra müəllim şagirdlərə evə qrup işi olaraq tapşırıq verir. Bu qədər sadə. Evə qrup işi olaraq tapşırıq verir. Daha gedib bunu motivasiya götürməyəcəksiniz ki, nə də əks əlaqə. Evə qrup işi olaraq tapşırıq verirsə, 9-cu addım informasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi addımı. Biologiya dərsində toxumlu bitkilər bölməsini tədris edib bitirən müəllim şagirdlərə sonda bölməyə dair yenə layihə işi tapşırır. Layihə hardaydı? 9-cu addımda informasiyanı möhkəmləndirib bacarığa çevirərkən. Nə gözəl, asan testlərdir. Müəllim dərsi keçərkən ümumi nitq hissələrinə aid suallar verir. Əsasən də sifəti və onun xüsusiyyətlərini yada salmalarını istəyir. Dərs keçəndə aşağı sinifə inteqrasiya edirsə, əvvəlki dərsdə qazanılmış bilik və bacarıqları stimullaşdırır. Bu nəzəriyyə yeni çıxanda hamıya çox çətin gəlir, çox qarışıq gəlirdi. İndi də əslində bəzi müəllimlərə çox qarışıq gəlir. Amma mən izah edəndən sonra deyirlər çox asan imiş. Çünki burada sadəcə 9 addımdır. Bildiyimiz bir şeylərdir. Bildiyimiz bir şeylər. Yəni orada xüsusi heç nə yoxdur. Sadəcə sizə nə lazımdır? Sizə düzgün yol göstərən insan lazımdır. Burada da biraz özümü təriflədim. Çar-çar, kör-kör, nağaraq da, olan deyil də. 20. Müəllim deyir, dünyada dünya dinləri mövzusuna uyğun olaraq şagirdlərə insanların həyatında dinin rolu ilə bağlı araşdırma aparıb esse yazmaq tapşırığını verdi. Gedin, neyin esse yazın, gətirin. Harda? Sual ortaya çıxır, evdə, sərbəst şəkildə. İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi. Yəni 9-cu addımımız. Esse, layihə, təqdimat, ev tapşırıqları hamısı 9-cu addıma aiddir. 22. Təlim məqsədləri ilə müqayisə aparmaq. Bəzən bunu müdavimlər qarışdırır. Görəsən nə ola bilər? Təlim məqsədi ilə müqayisəni nə vaxt apara bilərəm? Təlim məqsədinə çatanda. Yəni, dərsin əvvəlində təlim məqsədlərini elan elədim. Sonunda da, 8-ci addımda da nə edəcəm? Həmin təlim nəticəsində müqayisə aparacam. Görüm, nə dərəcədə çatmışam. Ona görə də bu olacaq artıq təlim nəticələrinin reallaşdırılma səviyyəsini müəyyən etmək. 8-ci addım. Şagirdlər dərs zamanı öyrəndiklərini həyata keçirərək öyrəndiklərinə uyğun tapşırıqlar edir. Evdə eləmirlər ha. Dərs zamanı evdə eləsələr olardı 9-cu addım. Dərs zamanı edirlərsə hələ bilik bacarığın tətbiqi təmin olunur burada. Öyrəndikləri bilik və bacarıqları tətbiq edirlər. Yəni B variantı aydındır. Yeni mövzunun tədrisi zamanı əvvəlki bilik və bacarıqları istinad edilir və əvvəlki biliklərə aid suallar verilir. Əvvəlki dərsdə qazanılmış bilik və bacarıqların stimullaşdırılması. Əvvəlki. Daha bunu da yaza bilməsək, gedək özümüzü bir dənə qaladan ataq, adı olsun oğlan qalası. Derganiyə görə təlimin sonunda refleksiya. Refleksiya hansı mərhələdədir? Təlim nəticələrinin reallaşdırılma səviyyəsini müəyyən etmə mərhələsində.
Əzbərə əsaslanan bir mövzudur yəni. 26. Verilənlərdən hansı Qaniyenin təklif etdiyi informasiyanın, yəni 9-cu addıma aid deyil, 9-cu addıma layihə aiddir, esse aiddir, ümumiləşdirmə aiddir, qazanmış biliyin tətbiqi aiddir. Əvvəlki biliklərlə bağlı sual vermək. Hələ bu bizim 3-cü addımımızdır. Addım üstə nə edirdik? Əvvəlki qazanmış biliklərlə bağlı suallar verirdik şagirdlərə. Sonuncu testlərimiz 27. Müəllim uşaqlarda idraki fəallıq yaratmaq üçün hansı öyrənmə addımı diqqəti cəlb eləməkdir də idraki fəallıq nədir? Motivasiya. Bu da elə birinci mərhələ, birinci addım. Düzdür? Bəli. Qaniyeyə görə öyrənmənin şərtləri nəzəriyyəsində dərsin mövzusunu təqdim etmək addımından sonra nə gəlir növbəti? Mövzunu təqdim edirəm, öyrənməni təmin edirəm 5. Mövzunu təqdim etmək 4, öyrənməni təmin etmək 5. Aydındır? Bu qədər sadə. 29-30. Rollu oyunlar, praktik məşğələlər, laboratoriyada iş aparmaq, təqdimatlar hazırlamaq, məktəbyanı sahədə işləmək. Bunlar hamısı dərs prosesi zamanı baş verəcək ya, dərs prosesi zamanı. Ona görə də bilik bacarıqlarının tətbiqini təmin etmək olacaq. Öyrənmə prosesində, öyrənmədən sonra 6-cı addım. Bilik bacarığının tətbiqi. Və sonuncu sualımız 30. Mövzu yol hərəkəti qaydalarıdır. Müəllim Şabah mövzu bəllidir. 4-cü addım var artıq burada. Müəllim şagirdlərin öyrənmə tərzini nəzərə almaqla mövzu ilə bağlı informasiyanı onların diqqətinə çatdırır. Deməli, müəllim nə edir? Yol hərəkəti qaydalarını elə izah edirlər. Dərsin mövzusunu təqdim edir şagirdlərə. Dərsin mövzusu təqdim olunur. Mövzunu müxtəlif yollarla öyrənmə tərzlərinə uyğun şəkildə elan edir müəllim. Cavab olur E bəndi. Yəni bizim 4-cü addımımız mövzunun təqdim olunması. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar olsun. Növbəti video izahlarda görüşənədək. Bu arada kanalımıza abunə olmağı da unutmayın. Videolarımızı görmək üçün kanala abunə olun ki, digər izahlardan da yararlana biləsiniz. Sağ olun, salamat qalın.